Salam, bu Bizik Talk Show efirdədir. Studiyamızın qonağı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılovdur. İlham müəllim, bu günlərdə Rusiya prezidenti ilə Ermənistan baş naziri görüşdü və çox maraqlı bir səhnə yarandı. Putin demək olar ki, açıq şəkildə Paşinyana bildirdi ki, Ermənistanda Rusiya meyilli qüvvələrə şərait yaradılmalıdır. Hətta belə biraz təhliliyəni belə çıxırdı ki, hakimiyyətə təhvil verməlisin. Bu da ondan irəli gəlir ki, Ermənistanda kifayət qədər Rusiya meyilli 5-ci kolon adlandırdığımız qüvvələr var. Maraqlıdır, Azərbaycanda da belə qüvvələr varmı? Və Putin sabah Azərbaycana qarşı da belə iddia ilə çıxış edə bilərmi? Azərbaycan keçməmişdən qabaq siz deyib Rusiya meyilli demək, faktiki olaraq Karapetyan, Samvel Karapetyan, Paşinyan doğru deyir ki, o Rusiya yönümlü deyil, o Rusiyanın namizədidir. Yəni ki, Rusiyanın namizədidir. Və oradakı Paşinyana qarşı olan bütün müxalif qüvvələr hamısı Rusiya yönümlüdürlər. Demək olar ki, 90% yönümlüdürlər. Tək xırda partiyalar var, ola bilsin ki, Avropa istiqamətində fikirləşirlər, amma Paşinyanı onlar da qəbul eləmir, belə məsələlər var. Cənubi Qafqazda bütövlükdə yeganə forpost olaraq, belə də hələ də o statusda ola qalacaq Ermənistandır. Ona görə də Rusiyanın prezidenti açıq şəkildə, hətta o dərəcəyə çatır ki, adətən bunlar arxa qapı diplomatiyası deyirlər, oradan müzakirə olunardı. İş elə gətirdi ki, Putin bunu açıq şəkildə dedi və hiss olundu ki, mesajı elə Ermənistandakı öz belə də tərəfdarlarına verir. Yəni, mən sizin arxanızdayım, bu şəkildə. Orada mən hətta deyərdim ki, 5-ci kolon yox, ümumiyyətlə Rusiyanın kifayət dərəcədə qüvvələri var. Həm hərbi qüvvəsi var, həm iqtisadi cəhətdən təsir eləmək imkanları var, həm də siyasi cəhətdən, siyasi hakimiyyət uğrunda mübarizədir. Sizin sualınızda birbaşa gəldi, Azərbaycanda belə bir Azərbaycanda kolon formasında deyil, yoxdur. Azərbaycanda tək-tək adamların biraz nostalgiya ilə, biraz da ki, belə də ki, əvvəldən tutaq ki, indi də tutaq ki, Rusiyanın münasibətlərində əgər bir iqtisadi gəlirləri ordandırsa, elə ola bilərlər, amma bununla yekunlaşmır. Zamanında Rusiya xüsusi xidmət orqanları, Rusiya siyasətində Azərbaycanda da, ümumiyyətlə Cənubi Qafqazda da elə bir təsir agentləri deyək də onlara, təsir agentləri deyilən bir məfhum var. Elə adamlarla münasibətdə olsunlar ki, yeri gələndə onlar bu digər şəkildə siyasətə təsir eləmiş olsunlar. Biz bunu açıq şəkildə də görmüşük yeri gələndə, illər öncə buradan qabaq. Açıq deyim, həm parlamentin yeri gələndə içərisində olubdu, konkret olaraq Rusiya yönümlülər olubdu, Rusiya ilə bağlılıq, Rusiyaya daha belə də ki, hətta özlərinin dediyi kimi çox sıx əməkdaşlıq etmək lazımdır. Rusiyanın müəyyən tələblərini belə yerinə yetirməlidir. Açıq qabaq əvvəllər belə şəkildə edildilər. Qarabağ məsələsindən sonra, bizim Qarabağ zəfərimizdən sonra, yəni müəyyən bir asıllığımız vardı axı. Rusiya qoşunları hətta 44 gün müharibədən sonra da burada idilər axı. Yəni ki, bütün bu proseslər hamısı bəzi qüvvələrə burada o təkanverici qüvvə idi. Rusiyanın hərbi qoşunlar da burada idilər. Qabaq hələ mən demirəm ki, Qəbələ Erelesindən tutmuş digərinə qədər. Bütün bunlar o siz deyən kimi o 5-ci kolon formasında var idi ki, bugün sabahları hədə belə başqa qüvvələr dəyişə bilər, kimlərsə elə bilir. Ümumiyyətlə, Tovuz hadisələrində də, 2020-ci il Tovuz hadisələrindən sonra da hiss olunurdu ki, açıq şəkildə də artıq. Bu ki, o 5-ci kolon hətta elə bir vəziyyət yarada bilər ki, hakimiyyət dəyişikliyinə gətirib çıxada bilər. Yəni, daha doğrusu bir Rusiya yönümlü bir nəfər peyda olacaqdır və müxtəlif ola bilər. Mən indi konkret ad çəkmirəm, indi onsuz da istintaq gedir, bilirsiniz ki, 2013-cü il üçün istintaq, hadisələr üçün istintaq gedir, hətta sonraki proseslər üçün gedir istintaq. Amma indi gəlin deyək ki, o 5-ci kolon o dərəcədənmi ki, siyasi qüvvə formasındadır, yoxdur elə. Azərbaycanda yəni ki, Rusiya yönümlü siyasi qüvvə yoxdur. Siyasi qüvvədən gedir. Tək-tək adamlar ola bilər. İmişildəki o bayraq qaldırıb Georgi lenti taxan kimi. Ola bilər elə bir adam. Hələ də Sovet nostalgiyasından yaşasınlar və yaxud da ki, elə bu və digər şəkildə əlaqələri olsun. Hətta axı burada bu Rus mədəniyyət mərkəzi vardı. Ora gedib gələnlər, münasibətlər. Bəzən insanlar hesab edirlər ki, tutaq ki, Rusiya mədəniyyəti ilə, incəsənətindən sevirlər, yeri gəlmişkən Rusiya mədəniyyəti böyük mədəniyyətdir. Yəni, söhbət başqa ədəbiyyatı, böyük ədəbiyyatdır. Amma bunları əsas götürüb əl almaq məsələsi var. Bir var sıravini əl alasan ki, 9 mayda Georgi lentini tax, çıx küçüyə falan və bir var ki, Rusiyada yaşayan Azərbaycanlılar vasitəsilə müəyyən dərəcədə təsir eləyəsən, gördülər bunların heç biri alınmır.
Ona görə də Azərbaycana təzyiq hansı formaya keçdi? Azərbaycanın içərisində yoxdur deyin. Azərbaycan hakimiyyətinə, Azərbaycan daha doğrusu siyasi sisteminə təsir etmək imkanları yoxdur. Daha çox öz yerlərində bizim vətəndaşlarımıza qarşı, daha doğrusu hətta öz vətəndaşları, amma bizim soydaşlarımıza qarşı qətliamdan tutmuş, belə deyək, həbslərə qədər və deportasiyaya qədər bu işləri görürlər ki, bizə təsir eləsinlər. Yenə deyirəm, mən Azərbaycandakı bu saat vəziyyət elədir ki, burada nə Rusiyanın 5-ci kolonu var, ayrı 5-ci kolon fikirləşək ki, kimin ola bilər burada? İran yönümlülər də var. Onlar bəlkə də bu saatları, indi yox, əvvəllər daha çox idilər. Hətta mən deyərdim, Rusiyanı üstləyirdilər. Çünki din pərdəsi altında çox fəaliyyət göstərirdilər. Yəni, İran meylilər də var, onlar bu saatda var. Çünki bax, bu İran müharibəsi getdiyi dövrdə mən Azərbaycanın maraqlarını nəzərə almadan İranın tərəfində duran, belə də siz də sosial şəbəkədə yəqin ki, rastınıza çıxır bu adamlar. Və bu adamlar artıq kolon şəklində mümkündür. Əgər Rusiya yönümlülər kolon şəklində deyillərsə də, İran tərəfdən var. Çünki din həssas mövzudur deyin. Onun ətrafında insanları daha çox cəlb eləmək mümkündür. Qərb yönümlü deyək ki, 5-ci kolon formasında qərb yönümlü yoxdur. Qərb dəyərlərinə uyğun olaraq siyasi mübarizə aparan qüvvələr var. Yəni belə deyək ki, müxalif qüvvələr var. İndi zəifdir, güclüdür, məsələnin başqa tərəfidir. Amma kolon şəklində deyirlər olur. Bir məsələ də var da, gözləmədiyimiz halda illər öncə Moskvada Milyonerlər İttifaqı yaradıldı. Və kifayət qədər ciddi fiqurlar da var idi orada. Sabah eyni formatda, başqa bir adla bu qüvvələr ayağa qalxa bilərmi? İndi bu axır vaxtlar Ramiz Mehdiyevin prosesi də göstərdi ki, sakit durmurlar yerlərində. Yəni bu Ramiz Mehdiyev xətti hələ də gündəmdədir. Ədəz bəy, orada kənarda, Azərbaycandan kənarda hansısa bir ittifaq yarana bilər. Siz deyən kimi, buna bənzər bir ittifaq yarana bilər. Amma onların yerdə dayaq olmalıdır. Yerdə dayaq yoxdur. Yerdə o vaxt olacaqdır dayaq ki, yəni ki, Azərbaycanda mövcud hakimiyyətdən narazı qüvvələrin sayı artacaqdır. Sayı artacaq və anda orada bir meyillik yaranacaq ki, özlərinə bir xarici tərəfdaş axtarmaq istəyəcəklər. O zaman onlarda. Bax, o mənada mən hesab edirəm ki, Azərbaycanda idarə etməsində bu məsələləri gətirib çıxara biləcək ən çox nədir? Məmur özbaşınalığı. Məmur özbaşınalıqlarının qarşısı zamanında, vaxtında alınmalıdır. Çünki bir nəfər bugün etiraz eləyir, sabah 10 nəfər etiraz eləyir bu struktura qarşı. Mən demirəm elə tək bir məmura qarşı, hansısa bir struktura qarşı. Sabahlar o kütləvi formaya ala bilər. Ona görə də mən hesab edirəm ki, yəni özüm də keçmiş xüsusi xidmət orqanı kimi, xüsusi xidmət orqanının həm də vəzifəsi ondan ibarətdir ki, perspektivdə hansısa bir proses başlayanda bunun kütləvi narazılığa gətirib çıxaracağını əvvəlcədən dövlətə, müvafiq strukturlara, təbii ki, dövlət başçılığı əvvəlcədən informasiya verilir, təqdim olunur ki, bunların qarşısı alınsın. İndiyənə qədər o proses gedibdir, davam edir. Demir ki, tamamilə sıradan çıxarılıb. Amma çox istərdik ki, hansısa məmur özbaşınalıqları perspektivdə kütləvi narazılığı gətirib çıxartmalı. Çünki o kütləvi narazılıq yarananda xaricdəki qüvvələr daxildə siyasi sabitliyi, təhlükəsizliyi pozmaq üçün daha fəal olmağa başlayırlar, təxribatlar yaratırlar, həm ideoloji təxribatlara, yeri gələndə terror aktlarına və s. Ona görə də mən hesab edirəm ki, idarə etmədə də, yəni ki, dünyanın bu çətin dövründə idarə etmədə də həssaslıqla yanaşmalıdır ki, hansısa bir kateqoriya insanlarda bir kütləvi narazılıq yaranmaz. İlham, mən bir şey də soruşmaq istəyirəm. Müdafiə Nazirliyində hamıda aydın idi ki, bir Rusiya xətti var idi Nəcməddin Sadıqovun simasında. Eyni zamanda digər strukturlarda da hansısa addımlar olurdu, müəyyən hərəkətlər hiss olunurdu. Bugün demək olarmı ki, Azərbaycanda güc qüvvələrində, tutalım Müdafiə Nazirliyində, Dövlət Təhlükəsizlik Xidmətində Rusiya meyilli qüvvələr tamamilə yığışdırılıb, təmizlənib. Bilirsiniz, Müdafiə Nazirliyində bizdə hərbi məktəblərin əksəriyyəti belə də ki, komanda heyətinin Rusiya məktəblərində təhsil alanlar vardır. Rusiya məktəbində təhsil almaq o demək deyil, Rusiya yönümlüsən sən. Yəni, mən çox üzr istəyirəm, Sovet dövründə məni göndərdilər Minskdə İstiri Dövlət Təhlükəsizlik Komitəsinin
ali kursunda 1 il təhsil aldım. Bu demək deyil ki, fərqi yox idi. Çünki milli insansız yəni ki, o hesabla, amma hər halda müəyyən təsirləri vardı. Başa düşürsünüzmü? Yəni ki, o məktəbdən gələnlər, biraz da ki, Rusiya meyillik, idarə etmənin özündə, yəni hərbidə belə şəxslər vardı. Amma birbaşa sizin sualınızda deyirəm ki, bu günləri xüsusi xidmət orqanında heç yoxdur. Yəni belə o mənada heç yoxdur ki, yəni ki, xüsusi xidmət orqanı olduqca artıq bilirsiniz, o kadr potensialını seçmək, mən açıq deyim sizə, bu İldar Mahmudovun dövründəki kimi deyil. Burada çox dəqiqliklə, yəni ki, o adamın hər tərəfli yoxlanılır da və ən əsas onun qabiliyyəti yoxlanılır və perspektivdə bunun peşəkarlı olub-olmamağının əsası bilirlər, ondan sonra qəbul edilir. Bunlar öz yerində. Nəinki xüsusi xidmət orqanlarında, hüquq mühafizə orqanlarında tək-tək adamlar bir simpatiyası ola bilər. Mən xüsusi xidmət orqanı ümumiyyətlə burada necə də istisna eləyirəm. Ayrı-ayrı hüquq mühafizə orqanları deyən ki, Müdafiə Nazirliyində ola bilsin ki, hələ də belə deyək ki, Rusiya bir simpatiyası olsun. Amma onlar hansısa bir güc formasında çıxsınlar ortalığa, siz deyən kimi 5-ci kolon kimi hansısa bir addım atsınlar, o yoxdur. Təbii ki, biz buna arxayın ola bilmərik. Çünki bu təkcə içəridən yaranmır. Çöldən, yəni ki, elə Rusiya xüsusi xidmət orqanları, sabahları zamanında bizdə İranla əlaqəsi olan generallara qədər belə deyək, mühakimə olunublar da. Yəni ki, nəyinsə əsasında, hansı maddi prinsip əsaslarla. Bunları da çox diqqət yetirmək lazımdır ki, yəni ki, olmasınlar. Yəni ki, elə bilməyək ki, elə gün yoxdursa da sabah olmayacaq da. Çünki düşmən maksimum çalışır ki, yenə də həmən o təsir agentləri təkcə informasiya əldə etmək mənasında yox, həm də təsir etmək mənasında belə də ki, agentlər cəlb eləsinlər və perspektivdə təsir eləsinlər. İlham müəllim, bəlkə də mövzumuzdan bir balaca kənara çıxırıqsa, çox bir şey mənim üçün maraqlıdır. Eldar Mahmudovun dövründə Milli Təhlükəsizlik Nazirliyi ilə cəmiyyət arasında elə bir səth var idi. Cəmiyyət Milli Təhlükəsizlik Nazirliyindən qorxurdu, Milli Təhlükəsizlik Nazirliyi də cəmiyyətə başqa cür yanaşırdı. İndiki dönəmdə Dövlət Təhlükəsizlik Xidməti formalaşandan sonra Əlin Ağayevin qurduğu bu sistem elə bir sistem oldu ki, cəmiyyətlə Dövlət Təhlükəsizlik Xidməti arasındakı o sədd götürüldü və demək olar ki, bir doğmalaşma yaranıbdır. Bu doğmalaşma Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətinə nə cür təsir edir? Çox doğrudan da yaralı yerimiz idi. 11 il, 3 ay Eldar Mahmudovun belə də ki, rəhbərlik etdiyi dövrdə Azərbaycan cəmiyyəti ilə, çünki ən çox da bunu kim görürdü? Yəni ki, cəmiyyətin sıravi üzvlərindən daha çox kim görürdü? Bax, o bizneslə məşğul olanlar, belə deyək ki, iqtisadiyyatla məşğul olanlar çox məruz qalırdılar da onların faktiki olaraq. Biz bunu bundan sonraki proseslərdə, məhkəmə proseslərində açıq aydın gördük ki, insanlara, yəni ki, biznes adamlarını nə günə qoyubdur. Nə ki, biznes adamları, vəzifəli şəxsləri ümumiyyətlə, nazirlərdən tutmuş digər məsələlərə qədər. Bax, bütün bunlar siz deyən kimi cəmiyyətlə xüsusi xidmət orqanları arasında bir böyük bir uçurum yaratmışdı. Son, yəni ki, cənab general polkovnik Əlin Ağayevin rəhbərlik etdiyi bilirsiniz necədir? Əlin Ağayev leytenantlıqdan, necə deyirlər, gəlib, peşəkardır. Və o peşəkarlıq, yadınızdadırsa, elə gəlişinin ilk günlərindən məmur özbaşçılıqlarına qarşı, korrupsiya, rüşvətə qarşı çox ciddi əməliyyatlar başladı. O, necə deyil, insanlar o qara maskalları deyir ki, görməyə çox şad olurdular artıq. Sevinirlər. Çünki cəmiyyətin bəlalı yeri ilə məşğul olurdular və o məşğul olduqlarına görə də çox peşəkarcasına olurdular. Yəni, artıq heç məhkəmə istintaqına da bir şey qalmırdı. Hər şey ortada olurdu. Yəni, o peşəkarcasına olurdu. Və bu təkcə daxildə gedən proseslərlə bağlı olmadı. Siz gördünüz ki, bir-birinin ardınca hansı agentura şəbəkələri ifşa olundu. İranınkilar bir, Rusiyanınkilar bir, hətta Fransa vətəndaşının kimi bu yaxınlarda məhkəməsi oldu bir də. Bu istiqamətdə xeyir işlər görüldü. Və bir-birinin ardınca da artıq dünya dəyişir. Qlobal güclərin silahlı qarşı durması fonunda qlobal təhlükəsizlik yaranır. Və bu təhlükəsizliyi önləmək üçün tək bir dövlətin fəaliyyəti, beləcə də ki, xüsusi fəaliyyəti yetərli olmur. Ona görə də 3 ildir dalbadal, yəqin ki, siz də diqqət yetirib, tamaşaçılar da Bakı Təhlükəsizlik Forumu keçirilir. Axırıncı dəfə keçən il keçiriləndə 90 ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri də gəlmişlər. Bu, Azərbaycanda nüfuzudur, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində nüfuzudur, beynəlxalq nüfuzundan gedir ki, zamanında antiterror əməliyyatlarına, antiterrorizmə qarşı mübarizə qoşulmuşdu. Amma indi real şəkildə biz onu göstəririk. O əməkdaşlıq
bu əməkdaşlıq həm regionda təhlükəsizliyi təmin edir. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə keçirilən bu tədbirlər o əməkdaşlığın nəticəsində qlobal təhlükələrdən də bir növ xilas olmuş olurlar. Yəni bu günlər Azərbaycan Xüsusi Xidmət Orqanı, o necə deyirlər, cəmiyyət sizin o bəlalı, o necə də ağırlı yerinə, cəmiyyət inanır, bilir ki, xüsusi xidmət orqanı həqiqətən də onun təhlükəsizliyini, həm dövlətinin, həm də vətəndaşın təhlükəsizliyini, həyata vacib obyektləri, necə ki, indi Trump deyir ki, mən məhz körpüləri vurub dağıdacam. Yəni ki, həyata vacib obyektlər birlikdə işıqdır, sudur, qazdır, bütün bunların hamısı nəqliyyat yeri gəlmişkən nəqliyyatla da bağlı, nəqliyyat daşımalarına bağlı təhlükəsizliklər, bütün bunlar hamısı sakit şəkildə olmur. Bu elə o görünməyən qüvvənin görünən tərəfləridir ki, yəni ki, biz bu günləri rahat şəkildə ölkədə stabil, belə də ki, təhlükəsiz, vətəndaşların təhlükəsizliyi təmin olunur. Çox sağ ol İlham müəllim. Bununla da verilişimiz sona çatdı və bir şey də deyək ki, bugün Azərbaycanda düzdür, ekspertlər çoxdur, amma əksəriyyətinə baxanda bunları mən ekspert yox, hər şey şünas deyərdim. Amma elə ekspertlərimiz də var ki, İlham İsmailov kimi konkret peşəkar yanaşmalar olur və inanıram ki, bizim İlham müəllimlə yenə də görüşlərimiz olacaq və tamaşaçılara daha dolğun, daha ciddi rəylər, fikirləri çatdıra biləcəyik. Sağ olun, gələn görüşlərədək.